Mən öz şəhərimdə niyə pulla dayanmalıyam? Qardaş, mən gün ərzində baxın belə deyib, bura gedirəm, buradan ora gedirəm. Hər yerdə də 1 manat, 1 manat. Mən gün ərzində benzindən çox niyə maşın parkına pul verməliyəm? Bax, şəhərin biri var ki, məsəl üçün deyək də, bir avtodayanacaq tikilir, özəl şirkətdir, dövlətdir. O avtodayanacağın saxlanılma xərci var, oranın xidmət xərci var, filan var. Başa düşdü, orada minimal ödəniş. Yolun qırağında sən nə xətt çəkirsən ki, mən yolun qırağında maşın saxladığım üçün sənə pul verməliyəm. Hər millimetrindən bizim cibimizə məhəllələrin içini, bax bizim məhəllənin qapının ağzını giriblər parkinqə. Şəhərdə vurublarmı? 100 var və pulla. Yəni qardaş, bu nə deməkdir? Və hə, sən orada yaşayırsansa qeydiyyatdan keç, nə bilim, qulağını sağ əlindən da akrobat ol ki, orada sübut elə ki, maşın sənin adına olmalıdır, sən orada qeydiyyatda olmalısan, nə olmalıdır ki, sən orada pulsuz saxlayaq, hələ gəlib yer tapsan təbii ki. Qardaş, bu nə məsələdir? Yəni bu Bakı cəmaatını niyə qırırsınız? Nə etmək istəyirsiniz? Yəni bu qədərmi sahibsiz hesab edirsiniz insanlar? Bu qədərmi insanları, yəni dilsiz, ağılsız, yəni hə bir ağzını açıb tutaram, olmaz belə qardaş da. Yəni bizim işimiz budur və biz deyəcəyik, olmaz. Mən niyə 1 saatımı, saat yarımı, uşaqlar mən məktəbə gedəndə 1 saat, qaydanda 1 saat, niyə yollarda izlərdə qalmalılar? Bu insanlar səhər 8-dən çıxır, axşam 8-ə qədər, sonra da oradan çıxır düz 3 saat yarım, 3 saat civarında adam yolda, nədir 24 saatın 3 saatını mən niyə yolları xərcləməliyəm? Bacarmırsınızsa, qabiliyyətiniz çatmırsa, bilmirsinizsə, çıxın gedin qardaş, çağıraq Koreyadan 1000 dəfə demişik. Koreyadan çağıraq, dövlət pulunu versin, görün necə tənzimləyirlər. Axır adi bir yox, mən sizə başqa bir nümunə gətirim. Bu nə deyək, bu kukla teatrının qabağında. Orada xatırlısınız, o yuxarıdan yol gəlir, qala divarlar. O yolu bağlayıblar, amma svetofor qalıb orada. Qardaş, bu nədir, neynəmək? Biz gic yerinə qoymuşsunuz, insanları gic yerinə qoymuşsunuz. Orada deyəcək piyada keçidi var. 10 metr o tərəfdə də yeraltı piyada keçidi var. Yəni kukla teatrının qabağında. Bunu girişi oradan niyə bağlamalısan ki? Yəni niyə bağlamısı o başqa dərd. Çünki baxın oradan da düşürdü alternativ. İndi hamı yüklənir Azneft dairəsinə. Yəni qardaş, mənim işim axı biz siyasi partiyayıq. Bizim işimiz axı sənin avtonəqliyyat yoluna. Mənsə amma başqa bir şey deyim. Türkiyədə baxın bələdiyyə seçkilərində iqtidarın uduzma səbəblərindən biri nəqliyyat məsələsi idi. Müxalifət ondan gəldi ki, nəqliyyat problemini həll edə. Bizdə nəqliyyatı problem kimi görmürlər. Nəqliyyat qardaş ancaq pul yığılır. Bax sual verirəm Sənin xan. Buradan qoy Aynanın rəhbərliyi də izləsin. Ayna nə vaxt hesabat verir? Maliyyə hesabatı, pullar hanı? Nə qədər yığılır? Bax gün ərzində mən ən azı 2 manat, 3 manat tək mən pul ödəyirəm. Düzdür, Bakıda da ən azı bir 700 min, 800 min maşın var. Düzdür ya yox? 1000 nəfərə götürəndə Azərbaycanda 1 milyon 700 min orta hesabdan 1 milyon 750 min maşın var. 1 milyon 750 min. Biz hamımız bilirik ki, bunun böyük əksəriyyəti 750 mini Bakıdadır. 750 min Bakıda maşın var. Bunun parklanmasından gündə nə qədər pul yığılır? Və o pullar hara xərclənir? Nəyə gedir və niyə hesabat vermirsən bundan? Ümumiyyətlə pulu niyə yığırsan axı? Nə pul yığmaqdır, nə məsələdir? Mənim cibimə girir. Yəni bax, burada məsələ odur ki, biz vətəndaşları necə soya bilərik, necə ciblərindən çıxarda bilərik.